Bismillahirrahmanirrahim. Əlimdə görmüş olduğumuz bu kitab mərhum Seyyid Haşim Bəhraninin Əl-Məhəccə Fimə Nəzələ Fil Qaimil Hüccə kitabıdır. Yəni İmam Zaman əleyhissalam barəsində nazil olmuş ayələr. Çox gözəl kitabdır. Hər kəsə bu kitabı tövsiyə edirik. Elə kitabı açmışdıq, vərəqləyirdik. Bir ayə sataşdı gözümüzə. Elə istədik bunu qardaş bacılarımızla bölüşək, həm də bir təbərrük olsun inşallah. Belə bir ayə var. Ayənin barəsində bu da 2 dənə hədis göstərilibdir. Biri İshaq ibn Əbdüləzizdəndir, biri də Hişam ibn Əmmar öz atasından, onun atası da Həzrəti Əmir əl-Möminindən nəql edir. İshaq ibn Əbdüləziz İmam Sadiq əleyhissalamdan bu ayənin barəsində soruşur. Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq. İmam Sadiq əleyhissalam bu ayənin barəsində buyurur. Buyurur ki, burada əzab Qaim əleyhissalamın zühurudur. Az bir dəstə isə Bədr əhli və sahabələrdir. Başqa digər bir hədisdə isə Hişam ibn Əmmardan nəql olunan hədisdə buyurur ki, burada az dəstə Qaim əleyhissalamın 313 nəfər olan sahabəsidir.